Videoya kısa bir hekayələ başlamaq istəyirəm. İki odunçu düşün və bunlara bir gün iş tapşırırlar. Deyirlər ki, bir meşə ağacı qırmalısınız. Yəni bir meşə ağacı kəsməlisiniz və onlara 3 gün vaxt verilir. İki odunçu işləməyə başlayırlar. Birinci odunçu dayanmadan baltanı ağaclara vurur, ağacları devirir, dayanmadan odun yığmaq arxasınca qaçır və dayanmadan bütün odunları yığmağı bacarır və əlindən gələni ardına qoymur. Digər odunçu isə bir saat ağac qırır, bir saat dincəlir. O bir saat içində baltasını itiləyir və ya yatır və ya dincəlir. Yarışma bitdikdən sonra odunçuların nə qədər odun topladığını qarşılaşdırmaq istəyirlər. Birinci odunçu güman edirdi ki, ikinci odunçu ondan daha zəif olacaq. Ancaq nəticələrdə ikinci odunçu birinci odunçudan daha çox ağac qırmışdı. Bunu abituriyent misalı ilə də görə bilərsən. Bir abituriyent düşün ki, bütün günü dayanmadan dərs oxuyur, dincəlmir, istirahət etmir, gecəsini gündüzünə qatıb, yuxusuna haram qatıb dayanmadan dərs çalışır və bir abituriyent düşün ki, dərs çalışmağı ilə paralel öz dincəlməyinə, öz günlük rutininə vaxt ayırır, həm idmanını edir, həm sağlıqlı qidalanır, həm özünü inkişaf etdirir, həm də imtahana hazırlaşır. Yaxşı, indi sənə sual verirəm. Səncə hansı daha yüksək nəticə göstərəcək? Bugünkü videomuzda abituriyentin, yəni 11-ci sinif buraxılış imtahanına və ya blok imtahanına hazırlaşan bir gəncin günü necə olmalı? Yəni mən öz üstümdən nümunə verəcəm. Yəni yüksək hədəfi olan bir gənc nələr etməlidir ki, bu yüksək hədəfi qırmasın, nə də oxumağa qarşı olan istəyi ölsün. Bugünkü videoda bunu sizlərlə müzakirə edəcəyik. Kanalıma xoş gəldiniz. Ən əsas maddələrdən birini birinciyə qoydum. Sağlamlıq üçün gündə ən az 6, ən çoxsa 8 saat yuxu deyə bilərəm. Deyə bilərsən ki, Mirac, abituriyentin gecəsi gündüzü olmamalıdır. Bu boş bir əfsanədən başqa bir şey deyil. Sən əgər normal yatmasan, oxuduqların heç biri yadında qalmayacaq. İnanmırsansa, elmi araşdırmalar da bunu sübut edib. Yəni sənin heç deyilsə gecə 10 ilə 2 arasında olan yuxun sənin daha çox məlumatları yadında saxlamağına kömək edir. Və deyə bilərsən, Mirac, gecə hazırlığın var, ola bilər. Nə edə bilərsən? Məsəl üçün, tutaq ki, gecə dərs çalışan bir gəncsən, bir abituriyentsən, belə eləyə bilirsən. Məsələn, gecə saat 2-yə kimi dərs çalışdın. 2-dən heç deyilsə 8-ə kimi yatmağını tövsiyə edirəm. Çünki oxuduqların yadında qalmayacaq. Unutma, enerjisi ən çox olan gedib buraxılış imtahanı yazacaq. O ki, hər gün çalışıb özünə istirahət verməyənsə, yaman gündə yazacaq və sonra deyəcək ki, mən niyə beləyəm? Yəni, məsələn, imkanın varsa 8 saat yat, məsələn, mümkündürsə gecə saat 10-da yat, məsələn, 9-da hazırlıqdan gəlsin, 10-da yat, 11-də yat, səhər saat 6-da, 7-də durub, keyfiyyətli şəkildə dərs çalışmağa başla, özünü inkişaf etdir, gününə bir motivasiya ilə başla. Məncə, buraxılış imtahanından yüksək nəticə istəyən və həm də özünü inkişaf etdirmək istəyən abituriyentin bir plan dəftəri də olmalıdır. Bu plan dəftərinin içinə sabah yazacağın tapşırıqları qeyd edə bilərsən. Keçən videoda bunu 3 kateqoriyaya bölmüşdüm. Təkrarsızlıq olmasını istəmirəm deyə səthi keçəcəm. Necə deyim? 3 əsas maddəyə bölürsən: vacib, orta vacib və çox da vacib olmayan. Məsələn, mən özümdən nümunə verim. Məsələn, vacib kimyadan 200 dənə test var, sabaha hazırlıq verib. Orta vacib biologiyadan qayda oxunacaq. Məsələn, 2 gün sonradır, bunu sabah da oxuya bilərəm. Daha az vacib isə məsələn videonun editlənməsidir, onu gecə də edə bilərəm. Yəni bu şəkildə öz planlarını, öz missiyalarını qruplaşdıra bilərsən. İstirahətə yer vermək. İstirahət deyəndə telefonu nəzərdə tutmuram. Ən yaxşı, ən faydalı, bəlkə də beynini hackləyəcək istirahət taktikalarından bəhs edirəm. Bu istirahətlər o qədər qısa müddətli, o qədər effektivdir ki, sanki günə yenidən başlamış kimi hiss edirsən. Gəl 2-3 dənə nümunə də verim. Birincisi qısa yuxu olardı. Yəni 20-30 dəqiqəlik qısa yuxuları nəzərdə tuturam. Məsələn, günorta saat 1-ə kimi dərs çalışdın, sanki bir yorğunluq çökdü və kofenin də artıq bir təsiri yoxdur. Burada power nap dövrəyə girir. Nə edirsən? Yarım saat budilnikini qoyursan, məsələn 1-də yatdın, 2-nin yarısı durursan, yata bilməsən belə enerji yığa biləcəksən, əmin ol və yenidən intensiv çalışmağa başlayırsan. Bu sayədə də gününü daha çox faydalı və səmərəli keçirə bilərsən ki, bu da gün ərzində 6-8 saatlıq dərs çalışma müddətinə bərabər olur. Bir diğeri isə yürüyüş olardı. Yürüyüşü haqda 3-4 ay bundan qabaq bir video çəkmişdim. Yürüyüş az çox nə olduğunu bilirsən, nə edə bilərsən? Məsələn, dərs oxudun, sıxıldın, artıq nə bilim, o riyaziyyatın o trigonometriya sualı sənin ağlına girmir, çox çətin bir vəziyyətdir. Nə edirsən? Naushniklə telefonla çıxırsan ya da telefonsuz yarım saat beyninin səsini dinləməyə, məlumatlarını təzələmək üçün bir yürüyüşə çıxırsan.
təbiət qoynunda ola bilər, kənd yerində yaşayırsansa kənd yerində ola bilər. Şəhərdirsə səki ilə yerib mağazaları seyr eləyə-eləyə də yürüyüşə çıxa bilərsən. Əminəm ki, bunu bilirsən, yürüyüşə çıxmaq çox faydalı bir şeydir. Həmçinin də əvvəllər alimlər müəyyən qədər tədqiqatlar üzərində düşünən zaman, məsələn, çox çətin bir vəziyyət idi. Tədqiqatın yolu ağlına gəlmirdi. Həmin zaman onlar yürüyüşə çıxırdılar və yürüyüş boyunca necə o məsələyi həll etmələri barədə düşünürdülər. Bəlkə biz də yürüyüşə çıxaraq müəyyən məsələləri həll edə bilər, özümüzlə söhbət edib özümüzlə barışa bilər, öz inkişafımız üçün 2-3 yeni şeylər kəşf edə bilərik. Gəl mən də bir etiraf edeyim, çox video fikrini mən yürüyüşə çıxan zaman kəşf edirəm və onun əsasında yazıram. Təməl maddələri bitirdik, indi isə günlük maddələrə keçək. İlk olaraq səhər rutini yaratmaqdan başlayaq. Hər kəsin məncə abituriyentləri nəzərdə tuturam, bir səhər rutini olmalıdır. Səhər durub Instagramda reels izləyib, sonra dərsə keçmək biraz verimsiz olardı. Onun yerinə nə edə bilərik? Bir səhər rutinin olsun. Ta demirəm ki, səhər duran kimi dərsə çıx. Bunu nəzərdə tutmuram. Səhər durdun. Məsələn, əl üzünü yumağa getdin, əl üzünü yudun, çox gözəl. Gəldin, səhər yeməyini yedin, əla. Anidən dərsə yönəlmə. Arada məsələn belə bir şey elə. 1 dəqiqə meditasiya edəcəm və dərsə girəcəm. Məsələn, meditasiya sənə məntiqsiz gələ bilər, etməyə bilərsən, heç bir fərqi yoxdur. Məsələn, minnətdarlıq günlüyümü yazıb dərsə girəcəm. Ola bilər minnətdarlıq günlüyünü yazdım, dərsə girdim. Və nə bilim, kanalın analitikalarına baxacağam. Məsələn, mənim kimi YouTube-da video çəkirsənsə, kanalın analitikalarına baxacağam, şərhləri cavablandıracağam və elə dərsə keçəcəm. Özünə bir ritual yaratmış olursan və bu ritual əsasında dərs çalışmağa daha da motive olursan. Və ya ən sadəsi nümunə verim. Çayımı hazırlayacağam, kofemi hazırlayacağam və elə dərs oxumağa başlayacağam. Səhərə meyrac hansı dərs tiplərini yazmalıyıq? Bax, səhər üçün birə-bir olan dərs növü ən ağır dərslərdir. Səhər başlayan zaman ilk işin ən ağır dərsləri aradan çıxartmağın olsun. Necə deyim, bir kitab adında eşitmişdim, işə böyük qurbağanı yeyərək başla. Yəni necə deyim, ən ağır dərsin nədir? Məsələn, 300 dənə riyaziyyat testim olsun, 200 dənə fizika testim olsun, kimyadan nə bilim polimerlərin qaydası mı olsun? Onunla başla. Çünki insanın səhər iradəsi çox yüksək səviyyələrdə olur və bu gün boyunca biz qərar verdikcə get-gedə azalır. Ona görə biz iradəmizi düzgün şəkildə istifadə etməliyik. Buna görə də səhərə ən çətin, ən ağır, ən intensiv çalışma tələb edən dərsləri salmalısan ki, səhər onlar aradan çıxsın və günün növbəti saatlarında işini rahatlaşdıra bilərsən. Bu həmçinin səndə stresi də azaldacaq və motivasiyanı qaldıracaq bir faktor olduğuna görə də nəticələrin daha yüksək olacaq və gün boyu özünü daha pozitiv hiss edəcəksən. Günorta vaxtı gəldi. Səhər rutinini yola verdik və artıq günorta çağdır. Günortaya necə dərslər salaq? Orta ağırlıqda olan dərsləri salırıq. Necə edirik? Bax, məsələn, 300 dənə kimya testi mənə görə çətin səviyyə hesab olunur. Və ya nə bilim, məsələn, polimerlərin kimyadan polimer deyə bir bölmə var və ya 3-cü qrupsan, ola bilər bilməyəsən. Asan bir şey nümunə verir. Məsələn, riyaziyyatdan trigonometriyanın düsturlarının yarısını nəzərdə tuturam. Bunlar orta ağırlıqda olan şeylərdir. Yəni tam olsa tam ağırlıq olacaq, yarısı olsa orta ağırlıq. Məsələn, trigonometriyanın yarısının düsturlarını oxuyaram, o toplama düsturlarını oxuyaram, 2 qat arqument düsturlarını oxuyaram ki, məsələn, ən azından məlumat kimi yadımda qalsın. Məsələn, silsilə düsturları, ədədi silsilə böl onu, ədədi silsilə, həndəsi silsilə. Ədədini indi öyrən, həndəsini sabahsı gün günorta öyrənə də bilərsən. Ona görə orta ağırlıqlı dərsləri günorta salmağa üstünlük verir. Günorta ediləcək başqa şey isə video izahları olardı. Hansı ki, keçən videolarda bəhs etdiyim kimi, başa düşmədiyin qaydaların video izahlarına da YouTube-dan baxa bilərsən. Və ya sürət testləri. Necə deyim? Bax, məsələn, saniyə ölçəndən özünə bir vaxt qoyursan və onun əsasında 1.25-lik sualı neçə dəqiqəyə işləyə biləcəyini ölçürsən. Məsələn, 25 sualı birincidə 30 dəqiqə işlədin, ikincidə 15, 15, bəlkə də 1 dəqiqə işlədin. İndi nümunə verdim, biraz fantastik bir nümunə oldu. Yəni, get-gedə zamanını qısalda bilərsən ki, imtahanda bu da sənə zaman qazandıran bir ünsur olacaqdır. Günorta da özünə istirahət ritualları təşkil edə bilərsən. Çay seansı, kofe seansı və ya yürüyüş ola bilər və ya qısa yuxu ola bilər. Bayaqda nümunə verdiyimiz təməl biliklər əsasında da bunları burada da tətbiq edə bilərsən. Axşama gəldik, Meraz, günortanı yola verdik, günortamız bitdi, axşama gəldik. İstər hazırlığın olsun, istər olmasın, bunlar hər kəsin edə biləcəyi rahat taktikalardır. Axşama deyərdim ki, ən asan, bax, ediləsi çox asan olan işlərini axşama salır. Çünki istər-istəməz hər nə qədər 300 bala malik bir tələbə də olsan, 300 bal yığacaq bir tələbə də olsan, istər-istəməz insan olduğuna görə axşam iradən ən aşağı səviyyələrdə olur. Ona görə bunu deyərdim. Axşama yüngülvari şeylər saxla. Məsəl üçün, nümunə verim, riyaziyyatdan 3 cümləlik bir sətirdir. 3 bucağın xassəsi haqqda 3 sətir şey yazıb, onu eləyəcəm. Və ya sınağı işləmsən, oradan 10 dənə sualın qalıb, kimyadan 20 dənə sualın qalıb, onları yaza bilərsən. Necə deyim? Sanki işin 95%-ni gün içində həll edib, 5%-i də sonda gecə yığışdırırsan və
Beləliklə işin %100-ünü gün boyunca bitirmiş olursan. Axşam vaxtı məsələn sabahın planlamasını edə bilərsən. Məsələn, səhər durub nə çalışacağam, nə oxuyacağam, nə üzrə araşdırma edəcəm, nə bilim bu videoyu izah baxacağam və ya nə bilim məsələn Mehraz video yüklədim, ona baxacağam. Axşamdan o planlamalarını da edə bilərsən. Günlük tuta bilərsən. Məsələn, günlük tutan birisənsə, mən tuturam. Gün boyu yaşadığın düşüncələri, hissləri ora yaza bilərsən. Və yaxud da nümunə verim, axşam nə edə bilərsən? 10-15 dəqiqə formda qalmaq üçün aerobik hərəkətlər edə bilərsən. 10-15 dəqiqə yerində qaçış olar, jim olar, pres olar və ya evində dumbbell varsa dumbbell-la məşq edə bilərsən və ya adicə jim falan vurub və ya evində turnik varsa turniklə də işləyə bilərsən ki, həm beynin, həm də zehnin aktiv qalsın. Və günün xülasəsini yaza bilərsən. Dəftərini aç və bu gün nələr baş verdi, nələr işlədin, neçə saat dərs çalışdın, onlar üçün bir xülasə yaza bilərsən. Xülasə artıq insandan insana dəyişən bir ünsur olduğuna görə bunu əminəm ki, sən özün yaza biləcəksən. Yəni məsələn bu gün 10 dənə kimyadan test işlədim və ya 80 dənə riyaziyyatdan test işlədim. Riyaziyyatdan qayda izahına baxdım, kimyadan dərs izahına baxdım, 3 saat sərbəst çalışma etdim. Bu gün məsələn hazırlıqda müəyyən mövzu vardı, onu başa düşürdüm deyə öz dəftərinə o maddələri yaza bilərsən. Yuxu zamanı isə nə deyərdim? Yuxu zamanı çalış ki, telefon səndən uzaqda olsun. Deyə bilərsən, səhər mən budilnik quram duram. O zaman yatağın arxa hissəsinə qoya bilərsən ki, səhər duranda həm tezdən durmağına qaranti olsun, həm də budilnikin səsini eşidə biləsən. Bəli, bu gün abituriyentin bir günü necə keçməlidir? Mənim günüm ümumiyyətlə necə keçir? Onu qəlibləşdirib sizin üçün gözəl bir formaya saldım ki, hər dildən, hər yaşdan olan tələbə bu maddələri başa düşə bilsin. Əminəm faydalı bir video oldu. İzlədiyin üçün sənə təşəkkür edirəm. Abituriyentlərə dəstək məqsədi ilə bir WhatsApp kanalımız da var. Ora günlük inkişaf cümlələri, suallar, sorğular, anketlər atıram. Maraqlı gəldiysə, o kanalın linkini açıqlamaya qoyacağam. Oradan qatıla bilərsən. İzlədiyin üçün təşəkkür edirəm. Sağ ol. Salamat qal.